Allah bəhriyə baxır. Bəzi ağaclar var, yarpağı çoxdur, bəhrəsi yoxdur. Bəzi ağaclar var, bəhrəsi çoxdur, hətta budaqlar ağırlıqdan sınır. Yəni, bəhrəli ağaclar həmişə baş aşağı olur, heç açan dik olmur. Yolda baxın, o ağaclar hansının ki, heç bir bəhrəsi yoxdur, başları dikdir. Yəni, dik ağaclardan danışıram mən, amma mənası insanlardır. Dikbaş adamlar, qürurlu insanlar, onlar həmişə belədirlər. Bunlar üçün olsun, bunlara tənzim olunsun, bunlara baş əyilsin, bunlara əl çalınsın, amma heç bir bəhrələri yoxdur. Amma bar verən ağacların həmişə başı aşağı olur. Mən arzu edirəm ki, biz hamımız yol kənarında əkilən ağaclara yox, su kənarında əkilən yamyaşıl ağaclar kimi bar verək. Su kənarı, yəni Allahın kəlamları, ayələri, Allahın ruhu ətrafında biz Rəbbin sevdiyi barları verək.